بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد كما صليت على آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على آل إبراهيم إنك حميد مجيد أما بعد التحذير من الكفر الكفر وأنواعه معنى الكفر küfürden tekindirmek babından küfür ve onun evleri ve küfrün manası barədə danışacağıq inşallah. Küfrün manası ərəb dilində lüğəti olaraq, yəni mənalarından örtmək, qapatmaq deməkdir. Və lüğətdən də bilindiyi kimi, yəni küfür imanın ziddidir, imanın əksidir. Və biz məsələn Allaha iman edib tağuta küfr edirik. Və bu yəni bildiyimiz bir mənalarıdır bu küfrün. Lüğəti mənası dediyi kimi, yəni örtmək deməkdir. Və küfür sözü, kafir sözü misal üçün kafirun, kuffar deyə cəm halına gətirilir, yəni cəmlənir. Həmçinin kafirah, yəni kafir qadın sözü kəvafir. Kafirlər yəni kimdə cəmlənir inşallah. Bunların cəmləridir ki, inşallah ki, bütün cəm şəkillərinin hamısı Quran-ı Kərimdə yanılmıramsa inşallah işlənmişdir hamısı. Kuffar, kəvafir, kafir, kafirun inşallah hamısı Quran-ı Kərimdə işlənmişdir. Enva'ul kufr, küfrün növləri, el-istikbar və avvalu men kafara billahi iblisu aleyhi la'natullah. قال الله تعالى وإذ قلنا للملائكة اسجدوا لآدم فسجدوا إلا إبليس أبى واستكبر وكان من الكافرين. Küfrün ilk növlərindən istikbar, yəni kibirlənmə, böyüklənmə küfürdür ki, və Allaha ilk küfr edən də iblisdir. Allahın lənəti onun üzərinə olsun. Allah Subhanahu buyurur ki, biz mələklərə dedik ki, Adəmə səcdə edin. Onların hamısı səcdə etdilər iblisdən başqa. O imtina etdi, kibir göstərdi və kafirlərdən oldu. Aminhu əs-sihr, ondan küfür növlərindən biri də sehirdir. Ki bu barədə Bəqərə surəsinin 102-ci ayəsi inşallah yəni mərufdur. Allah Subhanahu buyurur ki: "Vetteba'u ma tetlu'ş-şeyatînu ala mulki Süleyman ve ma kefere Süleyman velakinne'ş-şeyatîne keferu yuallimuna en-nâse's-sihr." وما أنزل على الملكين ببابل هاروت وماروت وما يعلمان من أحد حتى يقولا إنما نحن فتنة فلا تكفر. Yani onlar Süleyman'ın səltənətində şeytanların oxuduqlarından ardında getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər, biz ancaq bir sınağıq, imtihanıq. Sən də kafir olma, sən gəl kafir olma deməmiş, heç kəsə öyrətmirdilər. Bu məruf, yəni Bəqərə surəsinin 102-ci ayəsidir və bu ayətin nassı ilə sehir öyrənən, sehir öyrədən, ona razı olan kafirdir. Ən-Nəsraniyyə, yəni Nəsranilik, bu da küfrün növlərindəndir. Allah Subhanahu buyurur ki: "Laqad keferellezîne qâlu innallâhe huvel-mesîh ibn Meryem ve qâle'l-mesîhu ya bani İsraîl a'budullâhe rabbi ve rabbakum innehu men yüşrik billahi fekad harramallahu aleyhi'l cenne ma'vâhun nâr ve mâ liz-zâlimîne min ansâr." Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları, Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin. Həqiqətən də Allaha şərik qoşan kimsəyə Allah cənnəti haram etmiş və onun sığınacağı yerdə oddur. Zalimlara kömək edən də olmayacaqdır." Yəni bu məzmunda olan ayətlər dəlildir ki, yəni Nəsranilik də bir küfrdür və Nəsranilər kafirdirlər. El-Yahudiyyə, Yahudilik təmsilinin küfür növlərindən biridir. Allah Subhanahu buyurur: "Və iz qultum ya Musa lan nasbira ala ta'amin wahidin fad'u lana rabbaka yukhrij lana mimma tunbitul ardu min baqliha wa qithaiha wa fumiha wa 'adasiha wa basaliha
قال أتستبدلون الذي هو أدنى بالذي هو خير اهبطوا مصرا فإن لكم ما سألتم وضربت عليهم الذلة والمسكنة وباءوا بغضب من الله ذلك بأنهم كانوا يكفرون بآيات الله ويقتلون النبيين بغير الحق ذلك بما عصوا وكانوا يعتدون. Onda siz dediniz, ey Musa, biz eyni tür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yeni bitirdiklərindən, tərəvəzdən, xiyardan, sarımsağından, mərciməyindən və soğanından getirməsi üçün dua et. O dedi, siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərləmi əvəz olmasını istəyirsiniz? Şəhərə girin. Şübhəsiz ki, orada istədiyiniz taparsınız. Onlara zəlillik və düşkünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu, yəni cəza ona görə idi ki, onlar Allahın ayələrinə küfr etdilər və peyğəmbərləri haqsız yerə öldürdülər. Bu, həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi. Yəni, onların küfrünə dair təbii ki, Quran-ı Kərimlər dəlillərlə doludur. Biz sadəcə ibrət olsun deyə, bir dəlillə kifayətlənirik inşallah. Və minhu el-ixtilafu vel-iktital. قال الله تعالى تلك الرسل فضلنا بعضهم على بعض منهم من كلم الله ورفع بعضهم درجات وآتينا عيسى ابن مريم البينات وأيدناه بروح القدس ولو شاء الله ما اقتتل الذين من بعدهم من بعد ما جاءتهم البينات ولكن اختلفوا فمنهم من آمن ومنهم من كفر ولو شاء الله ما اقتتلوا ولكن الله يفعل ما يريد. Biz o elçilerin bazısını diğerlerinden üstün ettik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsa'ya açıq aydın dəlillər verdik və onu müqəddəs ruh ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlara sonra gələnlər özlərinə açıq aydın dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də küfr etdi. Əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir. Yəni, ayətdən göründüyü ki, bu kafirlərin sifətlərindədir və bunu edənlər kafir olurlar ki, Allah Subhanahu ayətdə bunu bizə bəyan etmişdir. Babun fi qatlil mu'mini və qitalil muslim. Müminin öldürülməsi və müsəlmanla döyüşülməsi babı. قال الله تعالى ومن يقتل مؤمنا متعمدا فجزاؤه جهنم خالدا فيها وغضب الله عليه ولعنه وأعد له عذابا عظيما. Allah Subhanahu buyurur Nisa suresi 93-cü ayətdə kim bir mümini qəsdən öldürərsə onun cəzası içərisində əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəblənmişdir, onu lənətləmişdir və onun üçün böyük bir əzab hazırlamışdır. عن أبي وائل عن عبد الله بن مسعود قال قال رسول الله صلى الله عليه وسلم سباب المسلم فسوق وقتاله كفر أخرجه الحميدي وأحمد والبخاري ومسلم وابن ماجه والترمذي والنسائي. Abu Vail'in Abdullah ibn Mesud'dan rivayətində deyir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, Müslümanı söymək fıskdır, onunla döyüşmək isə küfürdür. Tərkul həcci ma'al istita'a. Güc çatdırmaqla bərabər həcci tərk etmək. Qala Allahu Teala fihi ayatun beyinatun maqam İbrahim və men dəxalahu kana amina. Valillahi alan-nasi haccul beyti men istata'a ilayhi sabila və men kafara fa innallaha ganiyyun 'anil alamin. Orada, yəni Kəbədə açıq aydın nişanlar İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunur. Evi, yəni Kəbəni ziyarət etmək insanların yoluna güc çatan hər kəsin Allah qarşısında borcudur. Kim küfr edərsə bilsin ki, Allahın alimlərə ehtiyacı yoxdur. Mən hələfə alə qeyri millətil İslami və mən lə'anə mu'minən əvrəmə. عن أبي قلابة عن ثابت ابن ضحاك عن النبي صلى الله عليه وسلم قال من حلف بملة غير الإسلام كاذبا فهو كما قال ومن قتل نفسه بشيء عذب به في نار جهنم ولعن المؤمن كقتله ومن رمى مؤمنا بكفر فهو كقتله وفي رواية لعن المؤمن كقتله ومن قتل نفسه بشيء في الدنيا عذب به في الآخرة وليس على رجل مسلم
نذر فيما لا يملك ومن رمى مؤمنا بكفر فهو كقتله ومن حلف بملة سوى الإسلام كاذبا فهو كما قال. Kim İslam'dan başka bir millete, yani İslam'dan başka bir dine and içerse veyahut da ki müminin lənətlənməsi veyahut da onu küfürlə itham etmək babı. Əbu Qilabə Səbit İbn Dahhak'tan rivayet edilir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurdu. Kim ki yalan olarak Allah'tan, İslam'dan başka dine and içerse o öyle dediği kimidir. Kim ki özünü bir şeyle öldürerse onunla cehennem odunda ona azap verirler ve mümini lənətlənmək, onu öldürmək kimidir. Kim ki bir mümini küfürle itham ederse o onu öldürmek kimidir. Diğer bir rivayette ise buyurulur ki mümini öldürmek, onun mümini lənətləmək, onu öldürmek kimidir. Kim ki özünü dünyada bir şeyle öldürerse onunla cehennem, ona ahirette azap olunar ve Müslüman kişinin üzerine sahip olmadığı şeyde nazir yoktur. Kim ki bir mümini küfürle itham ederse o onu öldürmek kimidir. Kim yalancı olduğu halde İslam'dan başka bir millete and içerse o dediği kimidir. Yani burada bir tane o ibare, yani hadisi Hamid Ahmed, Darimi, Bukhari, Müslim, İbn Mace ve başkaları rivayet etmişlerdir. İslam'dan başka millete yalancı olarak and içmek mesela ibaresi bazen karanlık kalır. Bu da demektir ki mesela Allah korusun böyle bir and içenler olur ki mesela diyor ki yalan desem Yahudi olum mesela için. Yani o an dediği anda artık Allah korusun Yahudi olmuştur. Çünkü Yahudi olma ihtimalini kabul etmiştir özü için. Allahu alem, yani hadisin metni ona açık aşağı delildir. Allah Müslümanları korusun. Allah Müslümanları dil küfründen korusun. Söz küfründen korusun. Men katale nefse. Kim ki özünü öldürerse, Allah subhanahu buyurur. Kâle Allahu Teala ya eyyühellezine amenu la ta'kulu amvalakum beynekum bil batili illa en tekune ticareten an teradin minkum. Ve la taqtulul enfusakum innallaha kana bikum rahima ve men yef'al zalika udvanen ve zulmen fesavfa nuslihi nara ve kana zalika alallahi yesira. Ey iman getirenler, karşılıklı razılıkla aparılan ticaret üstesinde olmakla mallarınızı öz aranızda haksız yere yemeyin ve birbirinizi mahvetmeyin, öldürmeyin. Yani hakikaten Allah size karşı rəhəmlidir. Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır. An Abi Salih Zakwan, an Abi Hureyre radiyallahu anhu, an Nebi sallallahu aleyhi ve sellem, qala men teradda min cebelin fekatele nefsehu fehuve fi nari cehenneme yeteradda fih. خالدا مخلدا فيها أبدا ومن تحسى سما فقتل نفسه فسمه في يده يتحساه في نار جهنم خالدا مخلدا فيها أبدا ومن قتل نفسه بحديدة وحديدته في يده يجأ بها في بطنه في نار جهنم خالدا مخلدا فيها أبدا. Ebu Salih el-Zakvan Ebu Hureyre'den rivayet edilir ki Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki kim özünü dağdan atarak öldürse o cehennemde özünü dağdan atarak öldürer, orada ebedidir, ebedi olarak kalınmıştır diye buyurur Peygamber sallallahu aleyhi ve sellem. Həmçinin deyir ki kim özünü zəhərləyib öldürərsə o zəhəri əlində, o zəhəri cehennem odunda içir, davamlı içir bunu. Orada devamlı kalacaqdır. Devamlı kalıcı olarak kılınmıştır. Ebedi olarak orada kalacaqdır. Yani haliden, muhalleden fiha ebedi. Yani 3 kat takit vardır burada. Allah korusun. Kim ki özünü demirle öldürerse onun demiri elinde onunla karnını deşir. Cehennem odunun içerisinde orada daimidir. Daim olarak orada kılınmıştır ve ebedi olarak orada kalacaqdır. Bu hadisi de inşallah Tayalisi, Ahmed, Darimi, Bukhari, Müslim, Ebu Davud, İbn Mace, Tirmidhi, Nesai ve Ebu Anaba Beyhaki rivayet etmişlerdir. El-istihza'u bi şeriatillah. Allah'ın şeriatıyla istihza etmektir.
Allah Azze ve Celle buyurur: "Yahtarul munafikune en tunazzala aleyhim suratun tunabbiuhum bima fi kulubihim kul istehzi'u bil innallaha muhricun ma tahzarun. Ve la in sa'altahum la yekulunna innema kunna nakhudu ve nel'ab kul abillahi ve ayatihi ve rasulihi kuntum testehzi'un. La ta'tadiru qad kefertum ba'da imanikum in na'fu an ta'ifatin minkum nu'azzib ta'ifeten bi ennehum kanu mujrimin. المنافقون والمنافقات بعضهم من بعض يأمرون بالمنكر وينهون عن المعروف ويقبضون أيديهم نسوا الله فنسيهم إن المنافقين هم الفاسقون. وعد الله المنافقين والمنافقات والكفار نار جهنم خالدين فيها هي حسبهم ولعنهم الله ولهم عذاب مقيم. Münafiklər özlərinin qəlbində olana xəbər verən bir surənin nazil olmasından çəkinirlər. Siz istehza edin. Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır. Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər, biz sadəcə boş-boş danışıb tələfatlaşırdıq. Allaha, onun ayələrine və onun elçisinə istehza edirsiniz. Üzrxahlıq etməyin, iman gətirdikdən sonra artıq kafir oldunuz. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. Münafiq kişilər və münafiq qadınlar bir-birlərinin tayıdırlar. Onlar pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəssislik edirlər. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən münafiqlər fasiklərdir. Allah münafiq kişilərə və münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları cəhənnəm olduğu vəd etmişdir. Bu onlara kifayət edər. Allah onlara lənət etmişdir. Onlar üçün daim bir əzab vardır. Mən yuşaqiqilləhə və rasuləh. Və mən yuşaqiqir rasulə min ba'di mə təbəynə ləhul huda və yəttəbi' ğayra səbilil mu'minin nüvəllihi mə təvəllə və nussihi cəhənnəm və sa'ət masira. İnna Allah la yaghfir an yushraka bihi ve yaghfir ma dun zalika limen yasha ve men yushrik billahi faqad dalla dalalan ba'ida. Hər kəs doğru yol ona bəlli olduqdan sonra peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. Şübhəsiz ki, Allah ona şərik qoşulmağı bağışlamayacaq. Bundan başqa olan, bunun altında olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan kimsə əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. El-imanu bi ba'dil enbiya vel-kufru bi ba'd. Bəzi peyğəmbərlərə iman gətirib, bəzi peyğəmbərlərə küfr etmək. İnnellezine yekfuruna billahi ve rusulihi ve yuridun en yufarriqu beynallahi ve rusulihi ve yekuluna nu'minu bi ba'din ve nekfuru bi ba'din ve yuridun en yettehizu beyne zalika sabila. Ulaika humul kafirun hakka ve a'tadna lil kafirina azaben muhina. Allah Subhanahu ayətdə buyurur ki, o kəslər ki Allah'a və Rəsullarına küfr edirlər və Allahla Rəsulların arasını ayırmaq istəyirlər və deyirlər ki, biz bəzisinə iman gətirib, bəzisinə küfr edirik və bununla bu ikisinin arasında yol tutmaq istəyirlər. Həqiqi kafirlər də məhz onlardır və biz kafirlər üçün də alçaldı bir əzab hazırlamışıq. Allah qorusun. İnşallah davam edəcəyik. El-hukmü bi qeyri mə ənzəlallah babında qaldıq. Allahın doğrusunu bilir. Ve ahiru da'vana enilhamdülillahi rabbil alemin.